Daşkəsən terk edilmiş bir zavod. Zavod ne zavod üzrə məlumatım yoxdur. Ama yani buradan kanatlarla bir şeyler gelip ve büyük bir texnikaları var. Bura həmin yerdir. Buradan gelir. Yuxarıda kapı bağlıdır. Bu da bilmirəm nədir, yəqin üzərindən arabalar aparılıb oraya sərdəndi. Kanatlar burada yəqin istehsal işi gedib və yaxud da yine bir şey. Bu da işləməyən zavodun işləməyən saati. Burada daşlardan qalıb daha bilmirəm yani o dövrdən qalan daşlardır ya sonradan ovunub tökülən daşlardır. Oralarla gelmedim, oralar biraz tehlikeli. Boşluklar var. İnşallah ki bunun tok sistemi de yani sıfırlanıp tok sistemi yoktu. Tahtalar hakikaten çok berbat vəziyyətdədir. Tahtalar berbatçı. Yolumuz bir şey. Yıkama. Sinyal yok idi ama tahtalardan daha yapıştı. Öyle. Bu da həmin zavodun çoxdan da demeyeyim, yani görəndən maraqlı gəldiyi yeri. Kanatlar. Geldik çıktı sonunda kanatlarımıza. Kanatlar buranın gelir. Sonunda bu kanatlar, setkalar bilmirəm nə içində. O da kanatlar bizim. Böyle bu da zavodumuz. Terk edilmiş zavodumuz. Burası bilmedim. Kanatların başlangıç nöqtəsi burada, son nöqtəsi burada. Ama bura böyük zavod olduğuna göre yəqin ki son nöqtə bura olar. Başlanğıc olmaz. Ve artık qayıdaq geriyə. Aşağılar çöküb. Onun aşağısında beton da çöküb. Taxta da çöküb. Taxtanın aşağısında birim dalaşdı. Taxtanın aşağısında beton da çöküb. Daha buradan öncə bunun artıq maraqlı bir yer qalmaz. Bu da aşağı. Biz buradan gelmiştik. Buradan da qaydaq.
Bu da həmin daşlardır. Yəqin ki, həmin daşlar olar. Amma olmaya da bilər. Çünki içindən malta zeyzadı var. Ola bilər yerdən yığıblar. Aşağı düşmək istəmirəm, beton belədir. Yəni, onsuz tək gəlmişəm. Kimdən olsaydım yenə tərdiyərə. Gəldim nəsə olsa gələr. Amma aşağı düşmürəm. Əsas istədiyimi gördüm. Hemen bayaqki kanatlar çöldən görünüşü. Bu da yəqin zavodun o biri vaxtından qalan texnikalardır. Orada it de var, bir dənə bizi gözləyir. Deyir gəlin, gəlin, gəlin. Bu da böyük texnikalarımızdır. Bunları real olarak görmemiştim. Videolarda falan görmüştüm.